Qış mövsümünün meyvələrindən sayılan mandarinin, naringi, insan orqanizminə ciddi faydaları var. C vitamini ilə zəngin olan mandarini payız və qış aylarında istifadə etsəniz, bu həm artıq çəki almanıza mane olacaq, həm də sizi bir sıra xəstəliklərdən qoruyacaq. Mandarinin faydaları. Bu meyvə A, B, C vitaminləri, həmçinin kalsium, kalium, maqnezium, natrium, dəmir, brom və fosfor minerallarına malik olmaqla istifadə zamanı bədəni möhkəmləndirir, qanı təmizləyər. Mandarinin qabığında olan P vitamini keks və şirniyyatlar hazırlanarkən istifadə olunur, ona ləzzət və xoş qoxu verir, eyni zamanda xolesterolu və yüksək təzyiqi salmağa da köməkçi olur. Ürək və damar xəstəliklərinə qarşı qoruyucu olan mandarin ömür boyu sağlamlığınızı təmin edir. Ayrıca olaraq naringi damar sərtliyi və iflic xəstəliyində də faydalıdır. Damar sərtliyi olan hər kəs və əsasən orta yaş qrupuna aid olanların bu meyvəni bol-bol yeməsi vacibdir. Sinirləri sakitləşdirən mandarin eyni zamanda qripə qarşı da qoruyucu vasitə funksiyası yerinə yetirir. Axşam yeməyindən sonra yeyiləcək bir mandarin daha rahat yuxunu təmin edir. İmmunitet sistemini gücləndirən bu meyvəni eyni zamanda cem hazırlayarkən də istifadə edə bilərsiniz. Ayrıca qabıqlarından əldə edəcəyiniz qoxu sayəsində evinizi xoş ətirli edə bilərsiniz. Ləzzəti və faydaları ilə sitrus meyvələri arasında ən çox sevilən vitamin deposu mandarinin soyuq dəyməyə necə faydalı olduğunu hər birimiz bilirik. Amma mandarinin faydaları bununla bitmir. Özəlliklə hamilə qadın və uşaqlara bu meyvənin təsirləri möcüzə yaradacaq qədər çoxdur. Mandarinin vətəni olan Çində yüksək rütbəli məmurlara o vaxt mandarin deyilirdi. Meyvə o zamanlar bahalı idi və onu yalnız məmurlar, yəni mandarinlər yeyə bilirdi. Elə ona görə meyvəyə də mandarin adı verilib. Mandarinin nəinki özü, hətta qoxusu insan sağlamlığına və əhvalına müsbət təsir edir, əhvalı yaxşılaşdırır, stressi və sinir gərginliyini azaldır, sakitləşdirir. Axşam yeməyindən sonra mandarin yemək yuxusuzluğu aradan qaldırır. C vitamini ilə zəngin olan mandarinin tərkibində B1 və B2, D vitamini, efir yağları, pektinlər, orqanik turşular, kalsium, maqnezium, kalium və S faydalı maddələr var. Bu maddələr xüsusilə bədənin itirdiyi enerjini qazanması və yorğunluğun aradan qaldırılmasına kömək edir. Mandarinin tərkibindəki C vitamini immun sistemini möhkəmləndirir, qocalma proseslərini ləngidir, orqanizmi cavanlaşdırır. Dərinin sağlamlığına müsbət təsir göstərir və canlanmasına kömək edir. Mandarin ürək-damar sisteminə təsiri. Bu meyvə ürək damarlarının sağlamlığını və elastikliyini qoruyur, ürəyi möhkəmləndirir. Xüsusilə də mandarinin ağ qabığında olan glikozid adlı maddə damar və kapilyarların sağlamlığı üçün çox faydalıdır. Məhz bu səbəbdən mütəxəssislər mandarini ağ qabıqları ilə birlikdə yeməyi tövsiyə edirlər. Xolesterin və yüksək təzyiqin azaldılması üçün çox faydalıdır. Mandarinin tərkibində olan bəzi amin turşuları bronxları selikdən təmizləməyə kömək edir. Məhz bu xüsusiyyətə görə onun şirəsi bronxit və astma xəstələri üçün əsl təbii dərmandır. Mandarin qurd, göbələk və mikrob əleyhinə xüsusiyyətlərə malikdir. Orqanizmi toksinlər və şlaklardan təmizləyir, ümumi möhkəmləndirici təsir edir, orqanizmin tonusunu qaldırır. Mədə və bağırsaq florasını təmizləyir. Dırnaqlardakı göbələk yaralarına qarşı bir şəfa təsiri var. Mandarin təbii antidepressantdır. Mütəxəssislər stresslə mübarizə etmək üçün mandarin efir yağını qoxulamağı tövsiyə edirlər. Daha sadə üsul, mandarinin qabıqlarını əlinizdə əzin və qoxulayın. Mandarinin tərkibində olan fitonsidlər soyuq dəymə və qrip xəstəlikləri ilə mübarizə etməyə kömək edir. Bu meyvənin hamilələrə təsirinə gəlincə, bu meyvə hamilələr üçün əvəzedilməz qidadır. Mandarində bayaq da dediyimiz kimi C vitamini çox olduğundan hamilələri həssas dönəmdə xəstələnməkdən qoruyur. Tərkibi dəmirlə zəngin olduğu üçün mandarin hamilələrdə qan azlığını əngəlləyir və qandakı hemoqlobini yüksəldir. Mandarinin tərkibində körpənin inkişafı və sağlam olması üçün əvəzolunmaz maddə sayılan fol turşusu var. Fol turşusu körpənin sinir sistemini, sümük inkişafını yaxşılaşdırma qabiliyyətinə malikdir. Həmçinin liflə zəngin olan mandarin hamilələrin ən çox şikayət etdikləri problem olan qəbizliyin qarşısını almaq üçün ideal meyvədir. Lakin onu da nəzərinizə çatdıraq ki, mandarin müəyyən qrup insanlara üçün ziyanlı ola bilər. Bütün sitrus meyvələri kimi mandarin də güclü allergik xüsusiyyətlərə malikdir.
Bundan əlavə kolit, qastrit, mədə və 12 barmaq xorası xəstəliyi, xolesistit, bəzi böyrək xəstəlikləri olan insanlar bu meyvədən çox etməməlidir. Mandarin yağı kosmetologiyada geniş istifadə olunur. Bu yağ dərini daha yumşaq və elastik edir. Apteklərdə satılan mandarin yağını müxtəlif qidalandırıcı maskalara əlavə etmək olar.